Mən evdə əsəbləşdim, çıxdım jolabı doqqazın ağzına. Namidar da o qonşum mənim bazarda bu toğuz eşinə baxırdı. Mən də o vaxtı 2 damından xoruz alıb atmışdım həyətə ki, bu toğlar qorxmasınlar. Nəysə bu mənə gördü, mənə görən kimi qışqırdı ki, ekskavator. Bəqəti xoruzların pılını çatdı, bu ruski yazısını gedət də. Mən də bu ekskavator deməki xoşuma gəlmədi. Dərcə mən rəhmətlik traktor adını qoyub, bu təcrübə mən ekskavator deməki elə bil özümdən çıxartdı. Mən buna qayıtdım ki, yan nervinli dənə əsəbiyəm başqa söhbətə görə. Bu təzdən mənə dirəndi. Elə mənə qayıtdı ki, xoruzların elə bil də, deyir, Petoxa dengi də, Yesli Sevodniya hoşum gəlməsə, mənə qayıtdı. Girəcəm və həyat üzrən götürəcəm o xoruzları da, bunu deməqindən. Mən buna izah eləyəm, merəm axı fikrim, mən Rusca zəifəm. Qayıtdım ki, Namidar, sən yekə cahılsan dənə, sən mənlə Petox söhbət eləyirsən, bu eləmə dənə mənlə eləmə, başqası ilə eləməklə. Nəsə, bunu tutaşdıq. Tutaşdıq, bu mənə bıçaq çıxartdı. Nəşə peşman deyirəm ya, sən olsun peşman olmarsan, o boyda gedəni götürdüm bıçaqla üzün yazıq elədim, daha islahatını qoymamışam o mən. Ağlam hə? Kim ağlayır ya, sən öz bir tərəfdən mənəm, heç kim ağlamır burada, heç kim heç neydir, bu açsın ha!